və bu cür ağır bir faciədən sonra bu yenidən bərpa olmaq çox çətindir. Amma çalışıram. Bəlkə də mən bu mövzunu gündəmdə saxlamaqla, bəlkə də həm hüquqi müstəvidə, həm sosial şəbəkədə bu işin sonuna kimi gedəcəyim üçün gələcəkdə bir çox uşaqları, əsasən də uşaqları, kimi faciələrin qurbanı olmağının qarşısını almış olaram. Hal-hazırda işin gedişatı nə yerdədir? Hal-hazırda bayaq qeyd elədiyim kimi hadisə ilə bağlı cinayət işi açılıb. Bir şəxs barəsində bir şəxs cinayət məsuliyyətinə cəlb olunub. Barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib və hal-hazırda istintaq davam eləyir. Müvafiq ekspertiza rəyləri gözlənilir və istintaqın ədalətli yekunlaşacağına da inanıram.